Bismillahirrahmanirrahim. Hud surəsi 115-ci ayədə buyurulur. Səbr et, həqiqətən Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Cümənin günündə axşama doğru yenə sizlərlə görüşə gəldik. Gəldik ki, yeni mövzuları müzakirə edək. Mövzumuz bugün insanşünaslıqdır. Bəli, əgər mövzumuz insanşünaslıqdırsa, deməli studiyamızın qonağı var. Qonağımız ilahiyyatçı, Corad Cümə Məscidinin müəlliməsi Elnurə xanım İbrahimovadır. Xoş gördük Elnurə xanım. Xoş gününüz olsun inşallah. Allah Taala verilişimizi mübarək eləsin, uzun ömürlü olsun. Allah bərəkətli verilişlərdən qərar versin. Allah sizlərə də həm ömrünüzə, həm də verilişimizə bərəkət əta eləsin. Təşəkkür edirik. Elnurə xanım, biz mövzumuzu elan etdik. Mövzumuz insanşünaslıq. Əgər insanşünaslıq mövzusuna başlayırıqsa, ilk olaraq da sualımızı sizə bu cür təqdim edək ki, insanşünaslıq hansı mövzuları əhatə edir? Buyurun, siz eşidirik. Bismillahirrahmanirrahim. Həmd olsun bu dünyada hamıya, ahirətdə isə yalnız möminlərə rəhm edən Allaha. Salavat və salam olsun əziz Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm və onun pak əhli beytinə. Elə bir əhli beyt ki, Allah Taala bütün çirkinliklərdən onları pak qərar vermişdir. Bəli, bizim insanşünaslıq bəhsimiz geniş bir mövzudur və aktual bir mövzudur. Sizə təşəkkürümü bildirirəm ki, bugünkü verilişimizdə o mövzuya toxundunuz. Allah Taala Quran-ı Kərimdə İsra surəsi 70-ci ayədə buyurur ki: "Və-ləqəd kərrəmnə bəni Ədəm." Mən deyir, insanı kəramətlə yaratdım, gözəl bir biçimdə yaratdım. Yəni, hər bir insan digər məxluqatlardan seçilir. Həm Allahın ona verdiyi dəyərlə seçilir. Allahın ona verdiyi xilqətlə seçilir. Və bizim üçün ən əsas mövzu bu olmalıdır ki, biz insanların yaradılışında məqsəd nədir? Biz, yəni, bu həyata nə üçün gəlmişik? Allah bizi niyə yaradıb? Və bizim bu həyatda hədəfimiz nədir? Məqsədimiz nədir? Yəni, bu suallar ətrafında düşünməliyik və həyatımızı da Allahın istədiyi biçimdə, Allahın razı olduğu tərzdə qurmalıyıq. Bilirsiniz ki, Allah Taala Quran-ı Kərimdə insan barəsində bir çox ayələrdə müxtəlif mövzulara toxunub. Allah Taala birinci bu məsələyə diqqət eləmək istəyirəm ki, Allah bizi niyə yaradıb? Bizim yaradışımızda məqsəd üç məqsədləndir. Birinci, Allah Taala bizi öz üçün yaradıb. Allah Quran-ı Kərimdə buyurur ki, mən gizli bir xəzinəyəm ki, siz insanları yaratdım ki, məni tanıyasınız. Yəni, necə ki, bir insanın necə rəssam olmasını bilmək istəyirsinizsə, gəl onun rəsm əsərinə baxasınız. O necə gözəl rəsm əsəri çəkib, orada hər şey diqqət edib. Yəni, bizi yaradan Allah gör, necə gözəl bir Allahdır, necə mərhəmətli bir Allahdır ki, bizi də bu cür gözəl bir biçimdə yaradıb. İkinci, Allah Taala bizi yenə Quran-ı Kərimdə buyurur ki, mən bütün ins və cinləri mənə ibadət etsinlər deyə yaratdım. Və bir də Allah bizləri bu dünyaya bihudə göndərməyib. Bizim digər məxluqatlardan, bizim digər Allahın yaratdığı varlıqlardan bəli bir fərqimiz var. Allah buyurur ki, mən insanları bütün dünya üçün xaruq əldə bəşər yaratdım. Yəni, Allah bu dünyada hər nəyi yaradıbsa bizim üçün yaradıb. Biz insanlar üçün yaradıb. Ancaq bizi də bu dünyaya imtihan üçün göndərib. Və Allah bizi bu dünyaya sınaq üçün göndərib. Amma Quran-ı Kərimdə Vəl-Asr surəsi var ki, onu inşallah ki, bilirsiniz. Allah orada bu ki, Vəl-Asr, and olsun o zamana ki, o vaxta ki, İnnəl insənə ləfuxsur. Həqiqətən insan ziyan içindədir. Həqiqətən insan özü özünə nə ziyan edirsə, nə xələl toxundurursa, o özünün ziyanınadır. Yəni, bir insanın, Allah Quran-ı Kərimdə Nisa surəsi 79-cu ayda buyurur, bir insanın başına nə yaxşılıqlar gəlirsə,
məndəndir. Amma bir insanın başına nə pisliklər gəlirsə, öz xətasının, öz günahının, öz elədikləri səhvlərinin bəhrəsi qarşısına çıxır. Odur ki, yəni biz hər addımımıza, hər hərəkətimizə, hər davranışımıza, hər danışığımıza, hər sözümüzə diqqət eləməliyik. Və Allah Teala buyurur ki, mən insana bir kəramət vermişəm. Mən bayaq buyurdum, İsra surəsi 70-ci ayədə. Biri var ki, insan, yəni kəramət, hər bir insan deyir, kəramətə malikdir. Yəni varlığında, xilqətində ona bir dəyər vermişəm. Amma bir kəramət var, Quran ondan xəbər verir ki, təqva ilə əldə olunur. İnsan özü onu qazanmalıdır. Təqva vasitəsilə qazanmalıdır. Və Allah da bu Quran-ı Kərimdə təqva barəsində bir çox surələr buyurur və deyir, mənim yanımda ən xeyirliniz, ən üstünüz kimlərdir? Təqva əhlidir. Təqvaya sahib olan insanlardır. Və Allah Teala Quran-ı Kərimdə Asr surəsində isə buyurur, deyir, innəl insənə ləfxusur. O insanlar ki, vaxtlarını düzgün bölmürlər, zamanlarını düzgün bölmürlər, onlar deyir, ziyan içindədir. Yəni Allah ki bizə bu ömrü verib, Allah ki bu zamanı bizə verib, Allah ki bizi digər məxluqatlardan, mövcudatlardan seçib, bizi dəyərli olaraq, gözəl bir varlıq olaraq yaradıb, biz də hər vaxtımızdan, hər zamanımızdan düzgün istifadə eləməliyik. Və Allah Teala buyurur ki, İlləl-ləzinə əmənu və əminus salihati. O insanlar ki, mənə iman gətirərlər, yaxşı işlər görərlər və tavasav bil haqqi və tavasav bil sabır. Yəni, daim haqqın tərəfində olarlar, haqqı deyərlər və hər zaman səbr əhli olurlar. Bəli, onlar mənim nəzərimdə olan bəndə olur, onlar mənim istədiyim bəndə olur. Yəni, insanşünaslıq bəhsinin əsas mövzusu budur ki, biz özümüzü tanıyaq. Yəni, bir insan özünü tanımasa, Allahı tanıya bilməz. Bir insan özünü dərk eləməsə, Allahı dərk eləyə bilməz. Odur ki, bu mövzu geniş bir mövzudur, geniş bir bəhsdir və insanşünaslıq mövzusunda toxunulan mövzulardan biri də budur ki, yəni biz bu həyatda hədəfimizi bilməliyik. Bəli. Allah bizi niyə yaradıb? Bizim yaradılışımızda məqsəd nədir? Yəni, biz bu həyatda hansı işləri görməliyik? Hansı vacibatları düzgün yerinə yetirməliyik? Və hansı haramlardan çəkinməliyik ki, Allahın razı olduğu, Allahın istədiyi bəndələrdən olaq? Bəli. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَمَنْ يَعْمَلْ مِسْقَالَ زَرَّةٍ خَيْرًا يَرَهُ. Bir insan yaxşı əməl sahibi olsa, deyir, bir miskal, iynənin ucu qədər xeyir bir iş görsə, bəli, o ən xeyirli bir bənd olar. Allahın seçdiyi, sevdiyi bir bənd olur. Amma deyir, وَمَنْ يَعْمَلْ مِسْقَالَ زَرَّةٍ شَرًّا يَرَهُ. Bir insan deyir, zərər bir iş görsə, bir miskal, iynənin ucu qədər pis bir iş görsə, mütləqdir o, bu dünyada cəzasını çəkəcək. Yəni, zərrə qədər, iynənin ucu qədər yaxşı bir iş görsən də onun mükafatını alacaqsan, pis bir iş görsən də onun cəzasını alacaqsan. Həm bu dünyada, həm o dünyada. Yəni, onsuz da Allah nə gözəl buyurur, heç kimin haqqı heç kimdə qalmaz. Mənim üçün edilənlər heç qalmaz. Yəni, odur ki, bu dünyada bizlərin yaşam tərzi düzgün olmalıdır. Və Allah ki buyurur, and olsun o zamana ki, o vaxta ki insan ziyan içindədir, o Allah orada nəyə işarə edir? Yəni, zamanımızı düzgün bölməliyik. Bəzən insanlar vaxtlarını bihudə işlərə sərf edirlər, bihudə işlərlə məşğullar, bihudə insanlara vaxtlarını sərf edirlər və zamanları keçir.
vaxtları keçir, ömürləri keçir. Əllərində heç bir Allaha verəcək bir əməl arzuqası olmur. Ona görə bu məsələlərdə biz həssas olmalıyıq və nəfsimizin razı olduğu insan olmamalıyıq. Allahımızın razı olduğu bəndələrdən olmalıyıq. Elnura müəllimə, o qədər gözəl vurğulayırsınız. Heç sizin o kəlmələrinizin, dediyiniz o fikirlərinizin ardını kəsmək istəmirik ki, o gözəl fikirlərinizə bizlər daha çox yiyələnək istəyək ki, və sizlər də bu mövzuları bizlər üçün işləyib, bizlərlə birlikdə bu gözəl izləyicilərimizə təqdim edəsiniz. Amma insanşünaslıq mövzusu ki, siz toxundunuz ki, geniş bir mövzudur. Elə biz də izləyicilərimizin qarşısında sizlərdən rica edirik ki, bu mövzuları mütləq işləyək və izləyicilərimizə İnşallah, bəli, hər verilişimizdə insanşünaslıq bəhslərindən bir mövzuya toxunaraq Allahın izni ilə. Elnura müəllimə, siz söhbətiniz zamanı vurğuladınız ki, insanın yaradılışında məqsədinə də vurğuladınız və hətta Quran-ı Kərimdə insan barəsində olan Asr surəsindən olan... Bəli, Asr surəsi, İsra surəsi 70-ci ayədə insanın nə qədər Allah nəzərində. Biz bu çıxışları cəm etsək, biz bütün bu sizin söylədiklərinizi bir yerə cəm etsək, elə bizdə də bu cür sual yaranır ki, bəs elə isə Allah kimləri sevir? Yəni, o sevdiyi insanlarda xüsusiyyətləri nələr olmalıdır? O insanlar hansı xüsusiyyətlərə malik olmalıdırlar? Bəli, bu mövzu da çox geniş bir mövzudur və deyərdim ki, hər birimiz özümüzə o sual verir ki, yəni mən hansı əməl sahibi olsam, mən hansı işləri görsəm, mən hansı addımı atsam, Allah məni sevər. Yenə də... Üzr istəyirəm, Elnura. Bəziləri indiki əhatəmizə diqqət edəndə hər kəs öz fikri ilə deyir ki, Allah məni gör nə qədər sevir filan şey. Amma biz baxaq görək, Quran bizə nə cür deyir, Allah kimləri sevir. Mən çox rica edərdim ki, bu mövzunu gözəl... Düz buyurursunuz, biz məclislərdə oluruq, cəmiyyətdə oluruq. İnşallah orada əsas mövzular ki var. Allah Teala Quran-ı Kərimdə bizə çox bilirsiniz, 100-ə qədər namaz barəsində ayələrimiz var, oruc barəsində ayələrimiz var, hicab barəsində ayələrimiz var ki, biz məclislərdə bu mövzulara toxunanda bizə deyirlər ki, əsas odur ki, qəlbim təmiz olsun. Allah mənim qəlbimi bilir, yəni namaz qılmasam da, oruç tutmasam da Allah mənim qəlbimi bilir, Allah da məni sevir. Amma bir şey unutmamalıyıq ki, hər bir addımımızı Allahın buyurduğu kimi atmalıyıq. Və necə ki buyururuq, namaz qılmaq vacibdir, oruç tutmaq vacibdir, hicab bağlamaq vacibdir, insanları əmr biməruf eləmək vacibdir, insanları nəhiyyəz mükər, pisliklərdən çəkindirmək vacibdir, Allahın dostlarını özümüzə dost bilmək, Allahın düşmənlərinlə düşmənçilik eləmək bizə vacibdir. Bu mövzu da, bəli, çox önəmli bir mövzu ki, bəzən insanlar öz bildikləri kimi, öz dar düşüncələrindən algılırlar ki, bəli, Allah məni sevir, namaz qılmasam da, oruç tutmasam da sevir, amma görək Allah Quranda kimləri sevir? Allah məsəl üçün Bəqərə surəsi 195-ci ayədə buyurur, İnnəllaha yuhibbil muhsinin. Deyir, Allah muhsinləri, yaxşılıq edən və gözəl davranışları sevir. Necə ki, Bəqərə surəsi 3-cü ayəsində də Allah Teala orada buyur ki, Əl-ləzinə yu'minina bil-qaybi deyir, o insanlar ki, qeyb aləminə inanırlar. Qeyb aləmi nədir? Yəni, Allaha, əziz Peyğəmbərimizə, Peyğəmbərlərə, mələklərə və s. geniş bir mövzudur. Və yuqimus salətə və mimmə razaqnahum yunfiqun, namaz qılarlar, yaxşı işlər görər və mimmə razaqnahum yunfiqun, qazandıqlarını, yəni əldə etdiyi qazanclardan infaq edərlər. Gördünüz? Yəni Allah nə buyurur? Deyir, mən o insanları severəm ki, daim yaxşı işlər görsünlər. Və mənim üçün görsünlər. Hətta deyərdim, gizlində görsünlər. Və insanlarla gözəl davransınlar. Deyir, insanda 3 xüsusiyyət olsa, biri Allahdan, biri Peyğəmbər Salawatullahdan, Əziz Rəsul Əkrəmdən, biri də Əhl-i Beytdən. Allah deyir ki, bax, bir insan bir həyatında bu 3 xüsusiyyəti özündə daşısa, mən deyir, behişdə onlara vacib bilərəm. Nə gözəl.
behiş əhli nə olar? Birinci Allahdan olan xüsusiyyət nədir sizcə? Salə xanım deyir, eyibləri örtmək. Bir insan deyir, bir insanın eybini örtsə, hətta deyir o insan fasik olsa belə, cahil olsa belə, Allah deyir ki, onun eybini örtsə, behiş deyir ona vacib olar. İkinci peyğəmbərlərimizdən, əziz peyğəmbərimiz Rəsul-i Əkrəmdən bizim üçün irs qalan bir, miras olan bir xüsusiyyətdir ki, insanlarla gözəl rəftar etmək. Necə ki, Allah Bəqərə surəsində də buyurur ki, bir insan, İnnəllah yuhibbil muhsinin. Allah muhsinləri, gözəl rəftar edənlər və yaxşılıq edənləri sevər. Yəni, Peyğəmbərdə olan bu xüsusiyyət ki var, insanlarla xoş rəftar olmaq, gözəl davranmaq, bu insanı beşdə birbaşa aparar. Bir də var əhl-i beytimizdən, əhl-i beyt əleyhissalamdan olan rəftar ki, xüsusiyyət ki, Allah buyurur ki, yəni əhl-i beytdə olan bu xüsusiyyətlər də sizdə olsa, behiş sizə vacib olur. O da nədir? Səbr əhli olmaq, təmkinli olmaq. Necə ki, əhl-i beytimizin həyatına nəzər eləsək, görərik ki, istər İmam Əli əleyhissalam olsun, istər İmam Həsən Müctəba olsun, istər Seyyid-i Şühada İmam Hüseyin əleyhissalam olsun, istər İmam Cəfər Sadiq əleyhissalam, İmam Səccad əleyhissalam olsun və digər imamlarımız. Hər birində olan o səbir və təmkin, onları əhl-i beytin yəni bu davranışı bizi beşdə aparan səbəblərdən biridir. Və Allah Teala buyurur ki, İnnəlləhə yuhibbul təvvəbinə və yuhibbil mutattahirin. Deyir, İnnəllah yuhibbil təvvəbinə. Deyir, Allah təvvəbin kimlərdir? Tövbə edən insanlar. Günahdan, xətadan tövbə edən insanlar və Allah deyir ki, o günahlardan ki, tövbə edərsən və Allaha qayıdarsan, Allah deyir, o bəndələri sevər. Yəni, paçlanarsan. Və digər bir ayədə, bu Bəqərə surəsi 222-ci ayədədir. Və Ali-İmran surəsi 159-cu ayədə Allah Teala buyurur, İnnəlləhə yuhibbil mutavəkkilin. Deyir, İnnəllah, həqiqətən Allah deyir, ona təvəkkül edən insanları sevər. Və özüm üçün çox örnək nümunə alıram, Şura surəsi 62-ci ayədə deyir, Kəllə innə məiyyə Rabbi. Deyir, şübhəsiz, həqiqətən deyir, Rəbbim mənimlədir və səyəhdin. Və onun özü də mənə kömək edəcək. Yəni deyir, o insan ki, deyir mənə bütün işlərində, bütün addımlarında, bütün əməllərində, bütün həyatında, bütün ömrü boyu, bir ömür boyu mənə təvəkkül eləsə və hər bir şeyini mənə tapşırsa, mənə əmanət eləsə, deyir, mən ona yetərəm. Allah deyir, ona təvəkkül edən insanlara, yəni hər şeyini Allaha tapşıran insanları sevər. Və Allah Teala Tövbə surəsi 4-cü ayədə buyurur ki, İnnəlləhə yuhibbil muttəqin. Deyir, həqiqətən Allah təqva əhlini sevər. Yəni, təqva bizlər üçün önəmli bir xüsusiyyətdir. Çünki Allah Quran-ı Kərimdə Həşr surəsi 18-ci ayədə buyurur, Ya əyyuhəlləzinə əmənu. O insanlar ki, mənə iman gətirərlər, ittəqullah. Təqvalı olun. Ya əyyuhəlləzinə əmənu. Ey mənə iman gətirən insanlar. Ey mənə iman gətirən kəslər. Təqvalı olun. Təqva yəni nə deməkdir? Təqva, niyə bizə Allah Teala təqvanı buyurur və deyir, mənim yanımda sizin ən üstününüz, üzr istəyirəm, övladı olanımız, mal dövləti olanımız və yaxud
bir məqamı olanınız deyil. Deyir, mənim yanımda şan şöhrət olanınız deyil. Deyir, mənim yanımda ən üstünüz, ən aliniz, ən gözəl xüsusiyyətə malik olanınız təqvalı olanınız. Və Həşr surəsi 18-də də Allah Taala yəni bizə buyurur ki, ya əyyuhəl-ləzînə amanı. Ey iman gətirənlər, təqvalı olun. Çünki təqva insanın mənəvi sərmayəsidir. Təqva bizim üçün qoruyucu bir gücdür. İnsanda qoruyucu bir gücdür. Yəni, siz nəyə bənzəyir? Bir növ, yəni təqvanı bənzədirəm maşının tormuzuna. Necə ki, biz maşını sürən zaman torumuza diqqət eləməsək, əyləcə diqqət, o qoruyucuya diqqət eləməsək, o maşın neyniyər? Hara gəlsə gedir. Bəli, çırpılar, sıradan çıxar, əzilər və s. Bu cür xoşa gəlməz hadisələr baş verər. Təqva da bizim torumuzumuzdur. Qoruyucumuz. Yəni, qoruyucumuzdur. Yəni, insan davranışında da təqvaya diqqət eləməlidir. İnsan deyir, hər bir hərəkətində davranışa diqqət eləməlidir. Deyir, insan baxışında deyir, diqqətli olmalı. Yəni, hər bir üzvünü kontrolda saxlamalı. Bir nəfər gəlir İmam Əli əleyhissalamın yanına. Deyir, ya Əli, necə olub ki, sən bu məqama çatmısan? Yəni, təqva müttəqilərdən olmuşsan, təqva dərəcəsinə çatmısan. Deyir, mən hər zaman, İmam Əleyhisselam o suala bir cavabla cavablanır. Deyir, mən hər zaman qəlbimin qapıçısı olmuşam. Bilirsiniz də, qəlbimizin qapısının, yəni göz var, qapısı gözdür, qulaqdır. Yəni, deyir, mən həm gözümə diqqət eləmişəm, həm qulağıma diqqət eləmişəm, həm dilimə diqqət eləmişəm. Yəni, mən qəlbimin qapısı olmuşam. Ona görə gəlib bu dərəcəyə, bu məqama çatmışam. Odur ki, Allah Taala deyir ki, yəni, insan gərək nəzarət elə, özünə nəzarət eləyə. Və Allah Taala buyurur ki, yenə Hücurat surəsi 9-cu ayədə. İnnəlləhə yuhibbil muqsitin. Allah haqqa və ölçüyə uyğun davranışları olan insanları sevər. Ölçü götürər. Bəli. Yəni, necə ki, Asr surəsində buyurdum ki, insan gərək nəfsinin qulu olmasın. İnsan gərək nəfsi istədiyi kimi yaşamasın. İnsan gərək Allahın istədiyi kimi, Allahın razılığı olduğu kimi və Allaha layiqli bir tərzdə yaşasın. Bəli. Həqiqətən də bugünkü verilişimiz insanın ürəyinə o qədər, deyərdim ki, yağ kimi yayıldı. Sanki insanın ehtiyacı duyduğu mövzular sanki bu verilişdə cəm olmuşdu. Həqiqətən də sizə təşəkkür edirik. Bu insanşünaslığın içərisində biz sizin təqvaya toxunmağınız və ən əsası olaraq insanın hansı əməl sahibi olmalıdır ki, Allah onu sevsin, Quranla onu göstərməniz daha xoş gəldi insana. Nurə müəllimə, belə deyək də bizim verilişimizin vaxtı məhdudiyyəti çox qısa olduğuna görə, biz məcburuq ki, zamanımız qısa olduğuna görə sizdən verilişimizin zamanına uyğun olaraq inşallah ki, müəyyən mövzular var ki, biz özümüzə də qeyd etdik sizin çıxışınız zamanı ki, o mövzuları mütləq sizdən izləyicilərimizə görə istəyəcək ki, o mövzuları sizlərlə işləyək. Amma verilişimizin sonunda izləyicilərimizə bax, bugün nələri demək istərdiniz? Biz həmişə narahat olduğumuz bir mövzu var ki, yəni biz ki, bu cür işlər görürük, ibadət əhliyik, cəmiyyətdə oluruq və bilmirik ki, Allah Taala bizdən razıdır, yoxsa yox. Bilmirik ki, Allahın seçdiyi, sevdiyi bəndələrdən yoxsa yox. Ona görə, yəni ən əsas özümə də, sizlərə də tövsiyəm budur ki, hər kəsi və izləyicilərimizi də, əzizlərimizi də təqvaya dəvət edirəm. Hər kəsi təqvaya dəvət edirəm. Çünki əgər bir insanda təqva olsa, bir insan vacibatları
doğru düzgün yerinə yetirsə, namazlarını əvvəl vaxtında qılsa və danışarkən qəlb sındırmadan danışığına, davranışına diqqət eləsə və hər nə əməl etsə, Allaha xatir eləsə, o Allahın seçdiyi, sevdiyi bəndələrin olar inşallah. Və bir dənə bu tamaşaçılarımıza və sizlərə, izləyicilərimizə özüm üçün hər zaman bir deviz olan Quran-ı Kərimdən ayələr var ki, onu çatdırmaq istəyirəm ki, Allah Taala deyir ki, Taha surəsi 46-cı ayədə, qorxma, mən həmişə səninləyəm və səni eşidirəm və görürəm. Və digər Ənam surəsi 64-cü ayədə Allah Taala yenə buyurur, mən səni hər çətinliklərdən və qəmdən xilas edəcəyəm. Hüsalə xanım, həqiqətən də bizim qəlblərimiz çirklənib. Yersiz məhəbbətlərlə, yersiz bağlılıqlarla, yersiz dostlarla, yersiz danışıqlarla gərək insan bilə ki, kimlərlə dostluq edir. Bilə ki, yəni kimlərə məhəbbət sərf eləyir. Və bu əməl, bu ki, yersiz ki, bizim məhəbbətlərimiz var, yersiz bağlılıqlarımız var, bu bizim əməllərimizə təsir edir və bizi geriyə atır, geriyə salır. Bizi həqiqətən də giriftar edir. İnsan gərək lətif ruha malik olsun. Bəli. İnsanın lətif ruha ehtiyacı var. Və nəfsini də təmizləməyə mütləq surətdə ehtiyacı var. Ona görə Allah Taala Quran-ı Kərimdə buyurur ki, icazə vermə. Yunus surəsi 65-ci ayədə. Deyir, icazə vermə onların sözləri, o ətrafımızda olan insanların sözləri səni narahat eyləsin. Və Yunus surəsi 107-ci ayədə buyurur, mən səni istədiyin yerə çatdıracağım və heç kəs mənə mane ola bilməz. Yəni, sən məni qoyub bəndədən niyə istəyirsən? Yəni, Allah Quran-ı Kərim elə bir süfrədir ki, Quran-ı Kərimdə hər nə istəyirsə var. Allah orada bizim bütün suallarımızı cavablandırır. Deyir ki, Yusuf surəsi 87-ci ayədə, mənim rəhmətimdən heç zaman naümid olmayın. Və Allah Taala Quran-ı Kərimdə sözünü bu ayə ilə bitirirəm. Ali İmran surəsi 154-cü ayədə buyurur. Bütün işləriniz mənim əlimdə olduğu bildiyiniz halda. Yəni, bilirsən ki, bütün işlərim mənim əlimdədir. Və nəyin qəmini çəkirsən? Ey mənim bəndəm, ey mənim varlığım, ey mənim yaratdıqlarım. Yəni, odur ki, Allah bu həyatımızda doğru düzgün yaşamaq üçün Allahın istədiyi kimi yaşamalıyıq. Allahın razı olduğu bəndlərdən olmalıyıq. Ona görə yəni Allahdan istəyirəm ki, Allah Taala bizi bir an olsun belə, bizi özündən Peyğəmbər sallallahu və Əhl-i Beytdən ayrı salmasın. Allah Taala bizi özünün razı olduğu, özünün istədiyi, özünə layiqli olduğu bəndələrdən qərar versin. Həm dünyamızı, həm də axirətimizi abad eləsin. Və oxuduğumuz Quran-ı Kərimdən bizlərin həm dünyasını, həm də axirətdə bizi Quran-ı Kərimdən məşğul etsin. Həm dünyamızı abad eləsin, həm də bu Quran-ı Kərimdən inşallah ki, axirətimizi abad eləsin. Bəli, Elnurə müəllimə, həqiqətən bugünkü mövzu o qədər gözəl vurğuladınız və sonda da Əhl-i Beytlə bağlamağınız insana daha çox, belə deyək, ləzzət elədi. Sonda sizə təşəkkürümüzü bilirik. Yaxşı ki, gəldiniz, yaxşı ki, məhz insanşünaslığı sizinlə birlikdə izləyicilərimizə çatdırdıq. Allah razı olsun. Təşəkkür edirəm. Mən də sizə təşəkkürümü bildirirəm ki, məni verilişimizə dəvət eləmişsiniz. Allah verilişimizi bərəkətli və xeyirli verilişlərdən qərar versin. Uzun ömürlü veriliş olsun inşallah. Allahın Əhl-i Beytin nəzərində olan verilişlərdən olsun. Amin. Təşəkkür edirik bir daha. Bəli, əziz izləyicilər, cümənin bu günündə və deyərdim ki, bu saatlarında insanın mənəvi
ehtiyacı olan ki, müəyyən hədislər, surələr ki var idi, məsəl surələrdən seçilmiş ayələr ki var idi, qonağımız o qədər gözəl vurğuladı. Amma mən bugün bu cümə günündə özümə daha gözəl bir dərs çıxartdım ki, bu deyərdim ki, dərs insanın həyatında mütləq davamlı olaraq yerinə yetirilməlidir və bu da qonağımızın vurğuladığı kimi Əhl-i Beytə, Peyğəmbərə və ən əsas da Allahdan gözəl örnəklər özümüzə götürməliyik. Birincisi, Allah kimi səttar əl oyub günahları örtməli. İkincisi, Peyğəmbər kimi gözəl əxlaqa malik olmalıyıq və ən əsası, üçüncüsü isə Əhl-i Beytin həyatına nəzər edib səbirli olmalıyıq. Elə isə günahları örtmək, gözəl əxlaqa malik olmaq və ən əsası səbirli olmağımız diləyi ilə sizlərlə sağollaşırıq. Sağollaşırıq ki, gələn verilişdə bir daha sizə salam deyib yeni mövzuları müzakirə edək. Sağ olun, Allah amanında.